Bir insan əlini üzünün qarşısında qaldıra göyə, bu təvazökarlıq əlamətidir. Allah buyurur ki, mən xəcalət çəkərəm, onun əlini əli boş qaytarım. Ona görə duada əl üzü qaldırın deyirlər. Nə qədər yüksəyə qaldırsınız, bir o qədər təvazökarlıq əlamətidir. Əl üzü qaldırın və Allahın adlarını sayın. Buyurur ki, duadan qabaq 10 dəfə desə, ya Allah, duasını qəbul edərəm. 10 dəfə yaxud desə, ya Rəbb, duasını qəbul edərəm. Və yaxud Allahın bildiğiniz adlarından ya Rəhman, ya Rəhim, ya Qəfur, ya Qəffar, ya Kərim, ya Əlim, nə qədər Allahın adları var, ya Nur, ya Quddus, bunlar hamısı Allahın adlarıdır. Hansını bacarırsa duadan qabaq o adları çəkin. Ondan sonra nədir? Ondan sonra buyurur ki, Allahın verdiyi nemətlərin birazını say, hamısını saya bilməzsən, amma bir hissəsini. Təzə şey istəməmişdən qabaq əvvəl deyirən ki, filan şeyləri vermisən mənə. Sən mənə sağlamlıq vermisən. Sən məni əvvəl insan yaratmısan. Mümkündür başqa şey yaradardın. O sənin ixtiyarındadır. Məni insan yaratmısan, mənə ağıl vermisən, məni hidayət eləmisən. Nə qədər bacarırsan? Hədislərdə, Quranda deyəsən, bəli, Quranda var ki, ağaclar qələm olsa, dəryalar mürəkkəb nemətlərini yazıb qutara bilməzsiniz. Amma nə qədər bacarırsan nemətləri say, sayandan da sonra bir dənə elhamdülillah dinən. Allah bu verdiklərimə görə əvvəl şükr edirəm sənə. Sonra da duanın qəbulu üçün nə şərtli buyurur salavat dinən. Duanın əvvəlində də, axırında da salavat desən, bir salavat hökmən qəbul olunan duadır.